Снимаете? Раз, два, раз, 4, 5, раз. Deməli, bugün ayın 3-üdür, deyəcəyim, bugün ayın 25 Mart 2026-dır. Murad böyüyüb öz kravatına sığışmır. Ona görə bu videoda Murada nətər kravat düzəldirik, ondan danışacağıq sizə. Deməli, Muradın uşaqlığından olan kravatı var. İndi o kravata yerləşmir. Ayaqları gecə yatanda port bura deyir. Biz də ona görə fikirləşdik ki, ona təzə kravat lazımdır. Təzə kravatda bizim öz kravatımızı mən özüm düzəltmişəm burada. Videosu var hardasa, Instagramda zadda baxa bilərsiniz. Dedik ki, Muradın da kravatını elə həmin formada onu mən düzəldim. Bir dənə matras tapdıq, ölçüsü 80-ın 160-a. Həmin matrasın ölçüsünə uyğun kravatı yığmağa başladıq. Bu formada bizim bir ehtiyac doğdu ki, Murada kravat düzəldik. Niyə? Kamera necə troqay? Deməli, bu şeyi düzəltməkdən qabaq, ümumiyyətlə kravat olmasın, başqa şeylər olsun, hansı istəyir olsun, düzəltməmişdən qabaq mütləq şəkildə birini eləmək lazımdır, özünün layihəsini tutmaq lazımdır. Layihə nədir? Dedik ki, 80-dan 160-a bir dənə matras aldıq. O matrasa uyğun biz düzəltməliyik, biz kravatın nətər olmağını istəyirik. Ona görə istəyirsiniz çertyoz çəkin, istəyirsiniz 3D modelini düzəldirin də hansı alınırsa. Mən əvvəlki kravat çox böyüdü deyə orada 3D modelini çəkmişdim, amma burada 3D modeli yox, prosto belə qaralama eləyib planşetdə ancaq şeylərlə baxaraq düzəltdim bu. Birinci layihələndirmə məsələsi. Layihələndirmədən sonra, burada məsələ nədir? Layihələndirmədən sonra o çertyojda materialları saymaq lazımdır. Baxmaq lazımdır, hansı materialını eləmək istəyirsiniz, 5-in 10-a var, 5-in 15-ə var, nə bilim 2-nin 10-a var, 5-in 5-ə var, 5-in 4-ə var. Çoxdur da belə taxtaların ölçüləri, qalınlıqları, enlilikləri çoxdur, uzunluqlar çox 4 metrlik var, 6 metrlik var. Buna görə də siz orada materialları mütləq şəkildə saymalısınız və elə eləməlisiniz ki, siz orada israfa gedən materialınız minimuma düşməlidir. Yəni, məsəl üçün, tutaq ki, sizə 3 dənə 80 santlıq bir şey lazımdırsa, taxta lazımdırsa, 3 dənə 80 santlıq taxta lazımdırsa, siz burada 6 metrlik taxta almağınıza ehtiyac yoxdur, artıq 4 metrlik almağınız lazımdır. Və yaxud da 3 dənə 80-lıq lazımdır, bir dənə 40 santlıq sizə taxta lazımdırsa, 3 dənə 80-ın eləyəcək 320, 4 dənə 80-ın, 4 dənə 80-ın eləyəcək 320, bir dənə 40 santlığın eləyəcək 360. 360 eləyəndən sonra orada 40 santı qalacaq, onsuz da taxtanın da ölçüsü tam 4 metr olmur, orada biraz az olur. Bunu nəzərə alaraq bu formada siz eləməlisiniz ki, məsəl üçün bir dənə 4 metrə bu qədər gedir, bir dənə 6 metrə bu qədər gedir, ona görə materialı hesablamaq mütləqdir. Materialı hesablayandan sonra artıq yazırsınız hansından neçə dənə lazımdır sizə. Sonra onu alıb saxlamaq, biraz saxlamağınız məsləhətdir. Yəni, məsəl üçün, əgər yay ayıdırsa, yaz ayıdırsa, mütləq şəkildə saxlamaq lazımdır. Ən az 1 ay qalsa yaxşı olar. Nəyə görə? Çünki onlar onsuz da nəmli olurlar. Taxta su olur, elə bil ağac təzə kəsilir. Ona görə onlar qurusa daha yaxşıdır ki, sonradan düzəltdiyiniz həmin o nə düzəldirsinizsə, o əyilməsin. Əgər amma qurutmadan nəmli düzəldirsinizsə, onda artıq o quruduqca taxtanın özü deformasiyaya uğrayıb düzəltdiyiniz şeyi əyə bilər. Buna da fikir vermək lazımdır. Bir udarda götürdü. Deməli, əsas məsələ ondan ibarətdir ki, siz bu bütün materiallarınızı aldınız, qurutdunuz, materiallarınızı başlayırsınız kəsməyə, doğramağa, özünüzün yazdığınız həmin çertyoja uyğun hesablamağa. Bütün çertyoja uyğun materiallarınızı kəsirsiniz və əsas proses orada başlayır. Rəndələməyi, qıraqlarını düzəltməyi, bir-birini birləşdirmək və s. və ilə. Bu məsələlərdə yavaş-yavaş işi prosesi gördükcə sizə danışacağım.